müəllimlər, xoş gördük hər birinizi. İndi isə gəlin, ödənişli ibtidai MİQ və sertifikasiya qrupumuza göndərdiyimiz 20 qəbul tipli mövzu sınağının izahına baxaq. Birinci sualımız belədir. Hansı birləşmənin birinci tərəfindəki sözü sifətdir? Deməli, bizdən nəyi soruşur? Birinci tərəfi soruşur və birinci tərəfdəki sözdə hökmən nə olmalıdır? Sifət olmalıdır. Yaxşı oxumaq. Yaxşı sözü feildən əvvəl gəldiyinə görə nitq hissəsi olaraq olacaq zərf. Sürətlə uçduqda. Burada sürətlə sözü nədir? Hərəkətin icra tərzini bildirdiyinə görə tərz-i hərəkət zərfidir. Bərkdən danışan. Bərkdən, ucadan nədir? Tərz-i hərəkət zərfidir. İti yeridikcə feilə aid olduğuna görə nədir? Tərz-i hərəkət zərfidir. Görürük ki, A, B, C və E variantındakı sözlər hərəkətə aid olduğuna görə zərfdir. Maraqlı məlumat. İsmə aid olduğuna görə maraqlı sözü nə olacaq? Sifət olacaq. Ona görə də birinci sualımızın cavabı nədir müəllimlər? D variantıdır. Baxırıq ikinci sualımızın izahına. I üstü 4 şəkilsi hansı cümlədə sifət düzəltmişdir? Biz bilirik ki, I üstü 4 şəkilsi amonim şəkilçidir. Yəni biz bunu həm mənsubiyyətdə görürük, həm təsirli halda görürük, həm eyni zamanda isimdən sifət yaradan şəkilçi kimi görürük, həm də feildən isim yaradan şəkilçi kimi görürük. Yəni bir neçə müxtəlif formada görürük. Amma bu tip sual nümunələrində əsasən biz nəyə baxırıq? Armudu, qızılı, gümüşü, əskəri, tibbi və badamı sözlərinə baxırıq. Bu da verilibdir B variantında armudu sözü. Atam həmişə armudu stəkanda çay içir. Burada armudu sözü nədir? Armud ismindən yaranan armudu sifətidir. Yəni buradakı armud sözün köküdür. U da nədir? Leksik şəkilçidir. Bizə də deyir sifət düzəldib. Düzgün cavabımız olur B variantı. Ümumən yadda saxlayın ki, armudu, tibbi, qızılı, gümüşü, badamı kimi sözlər işləmə məqamından asılı olaraq həm düzəltmə sifət, həm də sadə isim ola bilər. Baxırıq üçüncü sualımızın izahına. Sualda nə deyir? Hansı nümunədə sifət isimləşmişdir? Dünənləri müəllimlər yadınıza gəlirsə, Zoom'da mən geniş şəkildə canlı dərsdə bu haqda danışdım. Sifətin isimləşməsi haqqında. Hətta buna aid biz qəbul tipli 20 də sual işlədik. Və bu da sizin ödənişli qruplarınızda var. Orada da qeyd elədim ki, sifət nə zaman isimləşir? Sifətin üzərində ismə məxsus qrammatik şəkilçi olarsa, bir də sifətin yanında ismi olmazsa, sifət isimləşəcək. Gəlin baxaq. Böyük insanlar hadisələri, dahi insanlar nəticələri düşünür. Böyük sifətdir, ismi yanındadır. Dahi sifətdir, ismi yanındadır. Deməli, burada sifət isimləşməyib. A variantı gedəcək. Dürüst insan doğru sözü hər zaman, ağıllı insan isə zamanında söyləyər. Dürüst insan, doğru söz, ağıllı insan. Sifətdir, isimləri yanındadır, isimləşməyib. Xərci çox olsa da, ən yaxşı müəllim təcrübədir. Yaxşı sifətdir, ismi yanındadır, isimləşməyib. Təmiz vicdan qədər yumuşaq bir yastıq yoxdur. Təmiz vicdan, yumuşaq yastıq. Sifətdir, isimləri də yanlarındadır. Axmaq qabaqda durur ki, hamını o görsün. Ağıllı arxada durur ki, o hamını görsün. Axmaq sifətdir, ismi yanında deyil. Ağıllı sifətdir, ismi yanında deyil. Baxın, nə dedik? Baxın, oxunan göstərirəm. Sifətin ismi əgər yanında deyilsə, sifət neyniyir? İsmin sualına cavab verir. Axmaq kim? Ağıllı kim? Buradakı axmaq və ağıllı sözləri neynədi? İsmin sualına cavab verdi, isimləşdi. İkinci sualımızın cavabı olur E variantı. Bilmirəm, ikinci idi yoxsa üçüncü idi.
Cavabımız oldu E variantı. Baxırıq növbəti sualımızın izahına. Sual belədir. Xəbər vəzifəsində işlənən sifətlərdən hansı isimləşmişdir? Bizə deyir isimləşsin. Uşaqlıqda dəcəl olsa da indi çox sakitdir. Necədir? Cümləmizin xəbərinə baxırıq, amma isimləşməyibdir. Necədir sualına cavab verir. Bu əhvalatın tarixi qədimdir. Necədir? Baxın, xəbər isimləşməyibdir. Qoca olmasına baxmayaraq, ruhu hələ də cavandır. Necədir? İsimləşməyib. Valideyn üçün bala baldan da şirindir. Necədir? İsimləşməyibdir. Hər birində gördük ki, xəbər vəzifəsində olan söz sifətin sualına cavab verdi. Bütün rəqiblərini məğlub edib qalib olan bu igiddir. Kimdir? Baxın, sifət neynədir? İsmin sualına cavab verdi. Deməli isimləşdi. Düzgün cavabımız olacaq A variantı. Yaxşı, baxırıq növbəti sualımızın izahına. Ümid edirəm ki, bunlar sizə aydın oldu. Yenə də aydın olmasa ödənişli qruplarınızda yazıb yenidən sualın izahını tələb edə bilərsiniz. Hər qrupun özünün ayrıca müzakirə qrupu var. Cümlələrdən birində sifət işlənməmişdir. Gecənin səssiz sükutunda rəqs edirdi. Səssiz sözü sifətdir. Əlini oyuncağın yumşaq tüklərində gəzdirdi. Yumşaq sifətdir. Biraz sonra aşağı məhəllədə yarış olacaq. Bu qalsın, izahını verəcəm. Çiy kərpicdən olan evlər daha da isti idi. İsti burada nədir? Sifətdir. Bu da gedir. Yaxşı, sən də belə dərin quyu tapsan düşərsən, dərin buradan. Sifətdir, bu da gedəcək. İndi müəllimlər, burada cavabımız olur C variantı. Niyə? Ümumiyyətlə yadda saxlayın ki, aşağı yuxarı sözləri bəzən sifətin sualına cavab verir. Amma onların sifətin sualına cavab verməsi siz elə başa düşməyin ki, onlar sifətdir. Yəni, biraz sonra aşağı məhəllədə yarış olacaq, hansı məhəllədə sualını verib, siz aşağıya sifət deməyin. Aşağı və yuxarı sözləri zərfdir. Burada deməli, aşağı sözü oldu zərf, yəni bu variantda ümumiyyətlə sifət yoxdur. Səssiz sifətdir, yumşaq sifətdir, çiy sifətdir, isti sifətdir, dərin sifətdir, amma C variantında sifət yoxdur. Cavab olur C variantı. Baxırıq növbəti sualın izahına. Görək nə deyir? Çoxaltma dərəcəli sifət hansı cümlədədir? Aşağıda ağ, sarı rəngli lampalar yanırdı. Adi dərəcədədir. Mənim hadisə ilə bağlı məlumatım çox azdır. Az sayının qabağında işlənibdir. Baxın, çox az. Buradakı çox sözü nədir? Saydı da. Ümumiyyətlə, çox az burada saydı. Gedəcək. Belə olanda adamın ona lap yazığı gəlirdi. Yazığı gəlmək feildir. Ona görə biz ona çoxaltma dərəcəli deyə bilmərik. Yenə bizi tünd çaylarınla qıracaqsan, burada çay sözü isimdir. Çoxaltma dərəcəsi olmur. O oğlanın nitqi daha da mükəmməldir. Mükəmməl sözü sifətdir. Sifətin də əvvəlində ən, lap, daha, çox, olduqca ədatlarını işlədib sifətin çoxaltma dərəcəsini sintaktik yolla əmələ gətirə bilərik. Cavabımız olur A variantı. Sonra baxırıq növbəti sualın izahına. Birində isimləşmiş sifət həm mənsubiyyət, həm də hal şəkilsi qəbul edib. Sifətdir. Oxuyanlarımızın feili sifətdir. Yaşlı qarılarımızın da köməyə ehtiyacı var. Qarı isimdir. Cavanların arzusu, cavanların sözündə təkcə hal var. İgidlərimiz sözündə də təkcə mənsubiyyət var. Bizə deyir ki, sifətin üzərində həm mənsubiyyət olsun, həm də hal olsun. Qocalarımızın ımız mənsubiyyətdir, ın da haldır. Qoca sözü də sifətdir. Cavab olur C variantı. Sonra baxırıq növbəti sualın izahına. Cümlələrdən birində işlənmiş sifət yalnız hansı sualına cavab verir?
Müəllimlər, sırağa günkü dərs idi. Bilmirəm, hansısa dərsimizdə də dedim ki, dakıdəki şəkilçili, bir də k üstü 4 şəkilçili sifətlər yalnız hansı sualına cavab verir? Gəlin baxaq görək, burada k şəkilçili sifətlər var. Yaxşı insanlar həyatımıza bir lütfdür. Yaxşı insan həyatımıza bir lütfdür. Onun kimi xəsis adam qarşıma çıxmayıb. Cəmilin sabahki eynəksizəm deyə ola bilər, üzrü sayın, biraz sözü geçid aparam. Baxın, burada şərtdə qayda olaraq nə dedim? Dedim, dakıdəki şəkilçili, bir də k üstü 4 şəkilçili sifətlər yalnız hansı sualına cavab verir? Cəmilin sabahki çıxışı hələ də hazır deyildi. Sabah sözün köküdür, k leksik şəkilçidir. Bu tip sifətlər də yalnız hansı sualına cavab verir? Cavab olur D variantı. Sonra baxırıq növbəti sualın izahına. Sual belədir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bizdən nəyi soruşur? Uyğunluğu soruşur. Yəni doğrunun qabağına doğru yazılmalıdır, yanlışın qabağına yanlış yazılmalıdır. Dümdüz sifətində morfoloji yolla çoxaltma dərəcəsi əmələ gəlib, bəli, dümdüz, dimdik, sapsarı, yamyaşıl. Bu fikir doğrudur, amma qabağına yanlış yazıb gedəcək. Biz yaxşıca dincəldik cümləsindəki sifət çoxaltma dərəcəsindədir. Burada yaxşı nədir? Zərfdir. Çünki feilə aiddir. Bu fikir yanlışdır. Amma bunun qabağından doğru verib. Bu da gedir. Ağlayan, dinləyən sözləri düzəltmə sifətlərdir. Xeyr, an, ən. Feili sifətin şəkilləridir. Bunlar nədir? Bu fikir yanlışdır. Yanlışın da qabağından yanlış verildiyinə görə uyğunluq gözlənib. Cavab C-dir. Sifət ismin bütün xüsusiyyətlərini daşıyanda sifətə aid bütün xüsusiyyətlərini itirir. Xeyr, bu fikir yanlışdır. O gün ödənişli dərsdə nə dedik? Meyvələrin qıpqırmızılarını, nə idi? Qıpqırmızılarının sözü sifətdir. İsmə aid halı mənsubiyyəti qəbul elədi, cəmi qəbul elədi, amma yenə də dərəcə əlamətini qoruyub saxladı. Burada deyir, bütün xüsusiyyətlərini itirir, itirmir, dərəcəni qoruyur. Bu fikir yanlışdır, qabağında doğru yazıb gedəcək. Böyük sözü dinləmək cümləsində sifət ismin xüsusiyyətlərini daşıyır, sadədir. Baxın, böyük sözü sadə deyil, düzəltmədir. Böyük neyid, böyük necə. Amma qabağına doğru yazıb, yanlış yazılmalıydı. Uyğunsuzluq pozulubdur, daha doğrusu uyğunluq pozulubdur. Cavabımız olur C variantı. Baxırıq növbəti sualın izahına. Hansı cümlədəki sifətdən sonra vergül işarəsi qoyulsa leksik mənasını itirər? İndi bu suala diqqətlə baxaq və qeydlərimizi götürək. Baxın, biz burada görürük ki, bizə sifət deyir. Ona görə diqqətli olmalıyıq sifət dediyinə görə. Deyir ki, yaxşı dostunu da götürüb sən gedərsən. Yaxşı dostunu da götürüb sən gedərsən. Burada yaxşı sözü nədir? Sifətdir. Amma mən bu yaxşı sözündən sonra vergül qoysam, yaxşı dostunu da götürüb sən gedərsən. Yaxşı sözü nə olacaq? Olacaq modal söz. Və modal sözlərdə leksik mənaya malik olmur. Nə olacaq? Köməkçi hissəsi olduğuna görə yalnız qrammatik mənası olacaq. Cavabımız olur C variantı. Yaxşı. Baxırıq növbəti sualın izahına. Sual belədir. Cümlələrin birində feildən düzəlmiş sifət ismi xüsusiyyətlərini daşımır. Körpə uşağın səsi hələ də qulağında idi. Burada feildən düzələn sifət yoxdur. Düzgün fikirlər doğru yola yönəldər. Deyil, feildən düzəlmiş sifət olsun və ismi xüsusiyyətin daşımasın. Düzgün fikirlər. Düz nəyid? Düzgün necə? Feildən düzəlmiş sifətdir. İsmin də xüsusiyyətini daşımır B variantında. İsmi yanındadır. Qorxan gözə çöp düşər bu feili sifətdir. Onların çətin sualları burada yoxdur. Sağlam əqidə uğurlu yolun açarıdır. Sağlam sözündəki
deməli, sözün kökü olacaq sağ sifəti. Sağdan da nə yaranır? Sağlam sifəti yaranır. Burada sifətdən düzəlmiş sifət var. Bizə deyir, feildən düzəlmiş sifət olsun. Düz nəyi? Düzgün necə? Ona görə də cavabımız olur B variantı. Sonra baxırıq növbəti sualın izahına. Sual belədir. Hansı cümlədə ismin xüsusiyyətlərini daşıyan sifət var? Əvvəllər həyat belə çətin deyildi. Elə E variantına baxın. Niyə özümüzü yoruruq? İgid ölər, adı qalar. İgid nədir? Sifətdir. Aha, bax bu sifətin yanında ismi olmalıdır axı. Biz görürük sifətin yanında ismi yoxdur. Deməli sifət nə edibdi? İsimləşibdi. Ona görə də cavabımız olur E variantı. Heç digər variantlara baxmağa ehtiyac yoxdur. Sonra baxırıq növbəti sualın izahına. Sual belədir. İsmə aid qrammatik şəkilçini qəbul etsə də, ismin xüsusiyyətini daşımayan sifət işlənibdir. Gəlin baxaq. Əli ürəyi açıqdır. Hə, ürəyi açıq sifətdir. İsmə məxsus qrammatik şəkilçini qəbul edib, yenə də necədir? Yəni sifətin sualına cavab verir. Baxın, deyir ismə aid qrammatik şəkilçini qəbul etsə də, ismin xüsusiyyətlərini daşımayan. Cavab olur A variantı. Sifətdir, sifətin də xüsusiyyətini daşıdı. Ən böyük bicilik düzlükdür. Düzlük isimdir. Namərd körpü salsa da ad olmaz. Burada namərd ismin xüsusiyyətini belə deyim, yəni isimsiz işlənibdir. Kim sualına cavab verir? Gedəcək. Qorxaqların ismə məxsus şəkilçini qəbul edibdir və ismin xüsusiyyətini daşıyır. Cəsurlar ismə məxsus şəkilçini qəbul edib ismin xüsusiyyətini daşıyır. Bircə dənə A variantındadır ki, ismə məxsus şəkilçini qəbul etsə də ismin xüsusiyyətini daşımır. Yəni yenə də sifətin xüsusiyyətini daşıyıb necədir sualına cavab verir. Sonra baxırıq növbəti sualın izahına. Sual belədir. İsimdən düzələn sifət hansı cümlədə xəbər vəzifəsindədir? Qara idi, qara sadədir. Əlinin əlində köhnə bağlamadır. Nədir? Bu isimdir. Bizim yazdıqlarımız çoxlarına bir açardır. Açar isimdir. Onlarla vətəndaşımız qaçqındır. Qaçqın isimdir. Onun yarası ölümcüldür. Öl, ölüm, ölümcül. Ölümcüldür cümlənin xəbəridir. Və nədir? Ölüm ismindən yaranan ölümcül sifətidir. İsimdən düzələn sifəti tapdıq. Xəbər vəzifəsindədir. D variantında. Sonra baxırıq növbəti sualımızın izahına. Dakı və kül şəkilçisi ilə bağlı ortaq fikirləri seçin. Amonim şəkilçilərdir. Xeyr. Ötən dəfə yadınızda gəlir, dərsdə dedim ki, dakı, dəki yalnız sifətə aid şəkilçidir. Amma K üstü 4 həm isimdə var, həm sifətdə var. Biri çıxırıq. Bu şəkilçilərlə düzələn sifətlər yalnız hansı sualına cavab verir? Bəli, 2 doğrudur. Hər ikisi şəxs əvəzliklərini artırılaraq sifət yaradır. Gəlin baxaq. Mən, dəki, mənim, ki. Məndəki sifət yaratdı. Mənimki isim yaratdı. 3 yanlışdır. Özlərindən əvvəl qrammatik şəkilçi qəbul edə bilirlər. Evimizdəki, bəli, özündən əvvəl mənsubiyyət qəbul etdi. Mənimki özündən qabaq hal qəbul etdi. Bu da doğrudur. 2-4 cavab olur C variantı. Sonra baxaq növbəti suala. Yenə də müəllimlər, olar ki, çətinlik çəkdiyiniz məqam olarsa problem yoxdur. Qruplarınıza göndərərsiniz, bir daha izahını verərəm. Hansı cümlədəki sifət sifətin morfoloji sualına cavab verir? Ağbənizlər kim ismi sualına cavab verdi? Ana kompotların kəmşirinlərini. Nəyi? Kompotların kəmşirinlərini ismi sualına cavab verdi. Bu mövzuda olan kəmhövsələliliyi dilim dolaşdı. Nəyi? Yox, kəmhövsələlik ümumiyyətlə isimdir. Bu da gedir. Almalar hələ tam qızarmamışdı. Qırmızı təhər idilər. Hə, sifətli qırmızı təhər. Qırmızı təhər idilər.
necə idilər? Qırmızı təhər idilər. Sifətdir, sifətin də sualına cavab verir D variantında. Uşaqların içərisində sarıyanızların sayı üstünlük təşkil edirdi. Nə? Sarıyanızların sayı bu da gedir. Hamısında sifət isminin sualına cavab verdi. Bircə dənə D variantında sifətin sualına cavab verdi. Sonra baxırıq növbəti suala. Hansı cümlədə sifət işlənmişdir? Əllərində olan qızılların sayını özü də itirmişdi. Burada yoxdur. Onun ağlayan uşaq olduğunu bütün məhəllə bilirdi. Ağlayan an ən fe'li sifətin şəkisidir. Gümüş bilərziyinin rəngi getmişdi. Gümüş material bildir isimdir. Birinci dəfə idi ki, kəndli bir adam görürdü. Kəndli şəhərli sözü isimdir. Qurbanəli bəyin atı qaçağan idi. Vurağan, qaçağan, gül əyən, bu tipli sözlər ki var, ağan əyən şəkisindən düzələn sifətlərdir. Sifət soruşduğuna görə cavabımız olur C variantı. Baxırıq növbəti sualın izahına. Düzəltmə sifətlər işlənmiş cərgəni seçin. Sifət deyir bizə. Qızıl isimli gedir. Bugünkü mürəkkəbdir gedir. Qara sadədir gedir. Dağınıq sadədir gedir. Zi şuur, zi ön şəkilçidir, leksik şəkilçidir. Sev, imli, leksik şəkilçidir. Gümüş, gümüşü, ü də leksik şəkilçidir. Düzəltmə sifət yaradıbdır. Cavab olur C variantı. Yaxşı. Baxırıq növbəti suala. Kökü sifətlə amonim olan söz işlənibdir. Kökü sifət olmasın. Kökü sifətlə amonim olsun. İllər öncə yaşadıkları yaddaşından silinmişdi. Baxın, deməli, burada yaddaşından sözündə, sözün kökü yad ismidir. Nə ilə amonimdir? Yad, özgə sifəti ilə amonimdir. Yaşadıkları, sözün kökü yaş ismidir. Nə ilə amonimdir? Yaş, nəm sifəti ilə amonimdir. Cavab olacaq A variantı. Deyir ki, kökü sifət olmasına, kökü sifətlə amonim olsun. Yəni, buradakı yad, insanın yadıdır, yaddaşıdır, isimdir. Yaşadıkları sözünün kökü də yaş ismidir. Nə ilə amonimdir? Köklər sifətlə amonim oldu. Cavabımız olur A variantı. Digərlərində əhvalı düzəlmirdi ki, düzəlmirdi. Burada aləl sifətləri artırılır. Burada elə sözlərin kökü sifətdir. Bizə deyir, kök sifət olmasın. Kök başqa nitq səsi olsun. Sifətlə amonimlik yaratsın. Belə. Baxırıq növbəti suala. Sifət işlənmiş cümləni seçin. Qulaq asın. Bizə deyir, sifət işlənmiş cümlə olsun. Bu işlərin olması onun üçün onun günahıdır. Burada yoxdur. Sənin üçün qızıl saat alacağım qızıl isimdir. Həyətlərində kərpic təndir var, kərpic isimdir. Seçki qabağı hazırlaşmağın ona çox faydası var idi. Nə vaxt, nə zaman seçki qabağı nə olacaq? Olacaq zərf. Ona görə bunu da götürmürük. Ona faydası var idi. Götürmürük. Hazırlaşmağın. Seçki qabağı nə vaxt, nə zaman ona çox faydası var idi. Yox, bunu götürməyəcək. Onun kimi fitnəkarlar deməli islah olmaz. Sifəti soruşur da bizdən. Baxım görün. Aha, burada da fitnəkar nədir? Sifətdir. Düzgün cavabımız olacaq D variantı. Bu qədər rahat. Yəni, burada başqa sifət yoxdur. Deməli, günah olacaq isim. Günaha biz isim götürürük. Sonra qızıl saat, qızıl isimdir. Kərpic isimdir. Seçki qabağı hazırlaşmağı ona çox faydası var. Burada da təbii ki, fayda sözü də nə olacaq? Olacaq isim. Onu da götürməyəcək. Onun kimi fitnəkarlar islah olmaz. Fitnəkar sözünü götürəcək sifət. Düzgün cavabımız olur D variantı. Belə. Sonra baxırıq növbəti sualın izahına. Növbəti sualımız yox imiş. Elə sualımız bu qədər imiş. Burada ola bilər ki, sizi fitnəkar sözü çaşdırar ki, fitnəkar sözü isimdir, amma isim deyil. Fitnəkar nə olacaq? Fitnəkar olacaq sifət.
Belə. Mənə elə gəlir ki, bu suallar sizin üçün faydalı oldu. Əgər faydalıdırsa, mütləqli şəkildə qruplarımızda yazın ki, bu tip sınaqları davamlı şəkildə sizlər üçün təşkil edək. Sağ olun.